9-cu sinifin 20 sınaq kitabından bir suala baxaq. Bu sual yeni tipli suallardandır. Biraz çaşdırıcı ola bilər, lakin əslində sual asandır. Sadəcə biz bunun yolunu bilməliyik. Burada biz görürük bir nöqtələr, iki nöqtələr və bir də iki dənə xüsusiyyət yazılıb. Klasterə əsasən nöqtələrin yerinə yazıla bilən nümunələrin olduğu bəndi müəyyən edin. Cümlədə təyin olu, azaltma dərəcəsində. Cümlədə təyin olmaq biz bilirik ki, daha ümumi xüsusiyyətdir. Bir sıra məsələn nitq hissələri təyin ola bilər, amma azaltma dərəcəsindədir fikri isə yalnız sifətə aiddir. Artıq biz buradan bilirik ki, burada nə olmalıdır? Sifət. Yalnız burada bir sifət olmalıdır. Daxdakı cavablara baxaq. Təyin olmasında problem yoxdur. O təyinlər ola bilər, amma azaltma dərəcəsini tapmalıyıq. Körpəcə. Bilirik ki, körpəcə sözü çoxaltma dərəcəsində də bunu çıxırıq. Sarımtıraq azaltma dərəcəsində bunu hələlik saxlayırıq. Bax balaca çoxaltma dərəcəsini çıxırıq və açıq qırmızı azaltma dərəcəsi yanlışdır, adi dərəcədə çıxırıq. Bizim qaldı iki bəndimiz. İndi bu bəndin qarşısında olan xüsusiyyətə baxmalıyıq ki, bu üç xüsusiyyət həmin sifətlərin tamamlamalıdır. Açıq qırmızı düzdür, azaltma dərəcəsində təyin olur. Dərəcə əlaməti açıq zərfinin köməyi ilə yaranmışdır. Burada açıq sözü zərf deyil, zərf yazılıb burada, zərf deyil. Ona görə bu cavabımız da çıxıldı. Yenə də B bəndinə baxaq. Sarımtıraq təyindir, azaltma dərəcəsindədir və dərəcə əlaməti tərkibinə şəkilçinin əlavə olunması ilə yaranmışdır. Bəli, doğrudan da sarı sözünü buradan mıtıraq şəkilçisi ilə azaltma dərəcəsini yaratmışdır. Bu doğru cavabdır. Ona görə də cavabımız olur B bəndi.